Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. İki nemət var ki, insanların çoxluğu bunların qiymətini bilməyərək aldanmaqdadırlar. Onun birincisi sağlamlıqdır, ikincisi isə boş vaxtdır. Değerli müminlər, bəşər övladı daima vaxtın azlığından ömrünün kısalığına şikayet eder. Vaxtım yoxdur bahanəsi ilə namaz qılmayan, qohum əqrabaları ziyarət etməyən, Allah-u Teala'nın bize göndermiş olduğu məktubu, yəni Kur'an-ı Kerim'i oxumayan, bu əsasən sahib olduğumuz zamanı doğru değerlendirməməyimizdən qaynaqlanır. Dedikodulara, qeybətlərə əsaslanan mənasız televiziya proqramları, serialları, internetten düzgün faydalanmamaq və sayan kimi dövrümüzün zamanı öldüren silahlarıdır. Normadan artık yatan, vaxtını saatlarla internette, televizya qarşısında, çayxanalarda keçirən, ibadət vaxtlarını ötürənlər isə həyatını israf edənlərdir. Sabah olsun filan işimi görərəm deyənlər ömrünü badə vermişlər. Faydalı işləri təxirə salaraq sabah edərəm deməklə şeytanın vəsvəsəsinə uymuş olarsan. Çünkü zaman şeytanın en çok təsir dairəsində olan bir nimətidir. Ona göre attığımız addıma dikkat edək ve zamanımızın qiymətini bilək ve peşman olanlardan olmayalım.